Taksi vurumsan, gedək. Gəlib indi bizə yaxınlaşacaq, bax. Heç nə demə. İstəmirik deyərək gedər. Bunlarda o üz var. Yapışıb əl çəkmirlər adamdan. Salam əmi, Safət qalında nə olar? Cəmaatı bezdirmişsiniz, bəstirində də. Neçəyədir biri quzun? Hamısını götür 6 manat ver. Bugün hamısını satmalıyam. Hamısını yenirəm ki o qədər. Həm də niyə 6? Bugün anamın ad günüdür. Ona kiçik bir hədiyyə almaq istəyirəm. Bilirəm ki, çox sevinəcək. Əgər sən bunların hamısını alıb mənə o pulu versən, mən də anamı sevindirmiş olacam. İstəmirik, get başqalarına sat. Dayan bir dəqiqə. Gəl. İstəmirəm, qalsın. Yox, onda götürmərəm o pulu. Əgər verirsənsə, onda hamısını götür. Ver. Ürəyim, bunlara yazığım gəlməsin, Satmaq üçün yalan deyirlər, gah anam xəstədir, gah atam əlildir. Həmin söyləyim narahat qaldı. Heç yalan danışan uşağa oxşamırdı. Bəlkə arxasıca gedək, görək nə hədiyyə alacaq. Bunlara yazığım gəlməsin, Satmaq üçün yalan deyirlər, gah anam xəstədir, gah atam əlildir. Safət qalında nə olar? İstəmirik, get başqalarına sat. Mən ilk növbədə sizdən üzr istəyirəm. Yəni, məsələnin bu yerdə olduğunu bilmirdim. O gündən bəri özüm bağışlaya bilmirəm. O qəbrin üstünə gülləri qoyanda gördüyüm mənzərə... Yox oğlum, başa düşürəm. Sən hardan biləsən? Sizi axtarıb tapmağı özümüzə borc bildik. Çox çətin də olsa, buna tapdıq. Yoldaşım rəhmətə gedəndən sonra bizim həyatımız məhv oldu. Mən qızım üçün nə xəyallar qurmuşdum. Oxuyacaqdı, özünə iş quracaqdı. Gözəl bir həyat olacaqdı. Amma nə bilim mən, artıq bütün ümidimi kəsmişim. Allahdan ümid kesilməz. Biz nə lazımdırsa öz adımızdan köməklə eləyəcəksin. Pis başa düşməyin. Və xahiş edirəm bunu qəbul edin. Bilirəm, azdır, amma az da olsa kömək olsun. Allah var eləsin sizi kimi insanları. Dünyada həqiqətən də yaxşı insanlar qalıbmış. Kaş özü də burada olardı deyə görərdik. İndi yoxdur burada qızım. Sabah inşallah ertədən gələr görərsiniz. Oldu, çox sağ olun. İnşallah gəldiyimizdə deyərsiniz mütləq. Yəni, yenə gələcək. Oldu, çox sağ olun. Narahat olun. Xoş getdiniz. Sağ ol. Benim küçük kızım. Axır ki bir şey aradı. Sen şükür elə ki onlar bu kapıya pulla geldiler. Yoksa inan Allah'a seni her gün ananın qəbri üstünde yatızdırardı. Hiç eve de koymazdın. Sən nə şərəfsiz adamsan. İnan Allah'a seni her gün ananın qəbri üstünde yatızdırardı. Hiç eve de koymazdın. Kaş elə hər gün onun yanında yatardım. Ora daha rahatdı sənin yanından.
Yox. Yox, sən ağalanan zibil deyilsən. Dur get cəhənnəm o salfetkaları satmağa. Stinin altında canın çıxa-çıxa fırlan. Sat bütün salfetkaları. Hamısını satmamış bura gəlmirsən. Dur, rədd ol. Sən nə şərəfsiz adamsan. Hiç gözüm su içmir bu adamla. Yo, elə adama oxşamadı. Amma kişinin telefonu var idi, orada gördüm, nömrəsini götürmədim. Gələk nömrə qoyardıq, əlaqə saxlayardılar da bizə lazım olanda. Gözlə gəldi. Sən necə atasan? O uşağın bütün gün qazandığı qəpiklərlə necə boğazından yemək keçir sənin? Utanmırsan? Kişiliyini o salfetka paskalarına satmısan? O yediğin yeməkdə uşağın göz yaşları var, Sən o yetimin haqqı ilə necə yaşayırsan? Sən onun anasına olan saf, təmiz sevgidən necə istifadə edə bilərsən? Elə sənin kimi atalara, sənin kimi valideynlərə görə belədir o uşaqların taleyi. Qorxma, yaxşı. Heç eləyə bilməyəcək daha o sənə. Gedək. Mən onun atası deyiləm. Heç o qəbirdə yatan da onun anası deyil.